Məni bəyənmirsiniz. Budur, verəydin də niyə onu qardaşına baxmırsan mən deyəndə? Niyə vermirdin pul? Sən başıma bir şey gəlsin var ha. Yığışarlar bura bax yediğimiz çörəyin adına evdən ötürü. Siz özünüz bilirsiniz də pulun necə şirin olduğunu. Pulun nə qədər nətər şirin, purşiyə, hər şeyə nətər qaydır olduğunu. Qur'anın adına sən danışırsınız. Qırğın gedər hep evin üstündə. Pul istəmirik. Yalandan qoyarsan ancaq köpa basa. Amma saqqal saat çox yaraşır, çox şirin görsənirsən. Məni bəyənmirlər ev. Baboş ölmədiyi günü bilir. Niyə bilmir ki? Yox, gəlmir. Bibimlə mənim işim yoxdur. O, Bakıda yaşır. Allah sakimi. Quru çıxıb danışır, nə danışır? Sən süddən çıxmış ağ qaşıqsan, səni hamı qəşək tanıyır. Süddən çıxmış ağ qaşıqsan, qəşək tanıyırlar hamısı sizi. Bura Bərdə deyil. Yəni Liza bibim soruşur. Yo, Aliko danışmıram Liza bibim. Onlarla danışmırıq heç birindən. Amma heç mənə nə söz atmazlar. Hər kişi onların öz balasından, öz işlərindən. İndi o Bakıdakı bibim məni hazırlaşdırırdı burada olanda. O vaxtlar 07 almışdı. 2000 neçənci illəri idi, 10 neçənci. 07 almışdı. Sonra da əlimdən aldı, əmim satdı. Dedi yaxşısını alacaq. Nəmin Allah'da 3000'e 07'mi sattı. 2000 neçənci ilin 07'si idi. Ağ 07. Oxudu qutarandan sonra, institut oxuyandan sonra gələndə poçtu işə qoydu. Mən unutmaram o bibimi. O bibimlə danışırdıq. Mənim bu 15 tutka gedəndən sonra da Vəfanın kartına pul zad atırdı ki, onun evini Vəfa demişdi. İndi evin işığı sönmüşdü, toyuqlarım onda var idi. Elə Vəfanın kartına pul atırdı ki, toyuqlarıma ac qalmasını dənizat ver. Onlarla yox, bir dənə bu mundar məndən əl çəkmir primdən ötürü. Başa düşürsən, qardaş istəyən olur. Mundar, bir dənə onda dədəm örgədir, verir qabağa ki, sən çıx danış. Onlar canınıza daşmır axı, bu da primdən ötürü, deyir ki, qalxaram. Onun da bəheylə çox istəyən idinsə, qalmışdı deyir, ya dediyinə görə, Banisada qalmışdı. Niyə pul hörmət eləmirdin? Sən öz saat 500 manat verim, mənə demədin ki, səhifəmi geri qaytar, səni çıxım tərifləyim. Niyə indirə bəs sənin məni çıxıb tərifləməyini? Səni Bərdə xalqı keçək tanıyır. Sən məni təriflədin də, sən tərifləmədin də sən. Primçiki, sən də öldün deyə məni yayınına qoş. Bütün günü pek oynayırsan. Kaftar vaxtında. Yox, indi qardaşına pul verəydin də qardaşına. Deyirdi əməliyyat olmuşdu. 1300 manatı mən verdim. Verəydin də qabağa durub. Niyə vermədin? Kirədə qalır, kömək elə də, niyə eləmirsən? Bəli uşaqlar, atam mənim Bakıda kirədə qalır, ev eşiyi yoxdur. Ağılsızlığımın ucbatından. Çünkü nənəm bu evi əvvəldən vermişdi ona. Özü çıxdı dedi ki, mən gedib Bakıda olurum. Uşaqlıqdan ağılsızlığın ucbatından kirədə qalır. Amma o biriləri hamısı yaxşı vəzifəli işləyir. Bir-birlərimdir. Bir o biri əmim var. 2 dənə əmim var. Bir dənə əmim var. O da işləyir. Yaxşı. İmkanı, qəşəng şəraiti. Bir dənə bu canlı açan pisdir. Mundardır, yəni yaxşı deyil də, qabaqlar alqaş olub, nətər deyərlər, yaxşı insan olmayıb. Heç öz qardaşları belə onu dindimir, istəmir.
Görmüsünüz onun qardaşlarına şəklin videosunu paylaşır, istəmir. Hə. Sonra atandır. Nə yalan deyəcəm, göz qabağındadır. Yaxşı adam deyil. Kart koy, mən kart koymuram. Hə, onu deyirsən, elə özüm üçün. Yəni, o da yaxşı insan deyil. Ev eşiyi yox, ağılsızlığın ucbatından. Bəs əlbəttə ki, mənim başıma bir şey gəlsə, gələcək bu cür ev eşiyə. Deyir, indi çəkib paylaşır ki, deyir, ev istəmirik. Sən ev istəmirsən? Siz ev istəmirsiniz? Siz orada özünüzü bomba kimi göstərə bilərsiniz. Baboş danışsa nələr danışır. Tamam. Neyinirəm az atamı gətirəm yanıma. Allah şeytan görsün onların üzünü. Gətir yanıma atamı. Çox gönlümə atalıq edib gətirəm də yanıma. Məni polisə vermişdi atam. Apardı, mən də qoydum qabağına ki, bax sübutları bu. Oo, baxdı dedi. Sana deyirəm ki, onlar mənim ölümümü gözləyirlər ki, bu evdən ötürü. Çıxın məndən danışı, var Orxan. Biz onun evini, biz onun neyinirik, biz onun heç nəyə lazım deyil. Nədir, nə deyil. Prim xətrinə də, baxır axı, prim yığır çaftar vaxtında. Anam tərəfindən mən uşaqlıqdan bəri əlaqəmiz yoxdur. Elə bil ki, anam rəhmətə gedəndən sonra xalam gəlirdi uşağı da. Ondan sonra da o kəsildi. Heç o bir qardaşımdan da. Sən sağalarsan, əlbəttə ki sağalacam. İndi gəlir. Darıxmırsan, darıxıram. Sən istəyib deyilik. Yox, özü çağırdı ki, dur gəl bizə. Az prim istəyir, mənə dedi məni qoş çalınana. Mənim səhifəmi, onun 25 levelli səhifəsini məhv elədim də, danışırdı. Götürdüm qayıtlarını, götürdüm TikTokda səhifəsi getdi. Mənim o səhifəmi qaytarmasa sən həmişə deyil pis deyəcəm, səhifəmi qaytar, səni çıxım tərifləyim. Mən dedim, sən kimsə mən tərifləmədim. Arvadının şotuna kişi olan, evin eşiyini arvadı düzəldi, sən də oturub yeyirdin. Bir evi ki arvad idarə eləyə, bir evi ki arvad işləyib remont eləyə. Mən yeni kişi arvadla kişi olur. Köhnə paltarlarımı gəlib alırdın əlimdən. O günlərin yadından çıxdı. Gəlirdim ki, rubaşkanı vermə, koftalarını vermə. Burnundan gəlsin. Harada keşik koftalarım var, seçib sağa verirdim. Ayaqqabımı götürüb alıb giyinirdim. İstər qardaşım, istər mənim. O vaxtlarını nə tez unutdum. Niyə yox idi ki mənim qəşə? Mən poçt işlərində qəşə paltar, arıq oğlan idim. Elə qəşə paltarlarım var idi ki, nənəm bizə nə qəşə paltarlar alırdı. Nənəm bizi bir əlimiz yağda, bir əlimiz balda saxlayıb. Quran haqqı. Bunu mən dana bilmərəm. Nənəmiz bizə nətər saxlayıbdı. Bir əlimiz yağda, bir əlimiz balda. Elə qəşə kostyumları giyinirdim ki, mən şəkillərim də var. Elə qəşə rubaşkalarımı giyinirdim ki, niyə qəşə giyinmirdim ki? Arıq oğlan idim poçt işləyəndə. Nə qarnım var idi, nə də bir şey. Yo, nənəm rəhmətə getdi 2020-ci ildə. Abi çay içsən? Bərbər tapa bilmirik uşaqlar.
Hə, ata nənəmiz baxıb da bizə qəşəng baxıb ha. Quran haqqı. Allah rəhmət eylesin. Yaxşı oxudu, işə qoydurub. Oxub deyəndə ki, qızı verirdi də. Hazırlığımın pulunu qızı verirdi. İstər qardaşım da oxuyub ali təhsillidir. Yəni, istər onun, istər maşın. O vaxtı qardaşım X6 istəmişdi, X6 almışdılar onu. O vaxtın X6'sı da Allah haqqı. Jeep Prado Jeep. İndi işdim amma indi bax, maşını yoxdur. Babaş, bugün gedim mən, bir də səhər gəlim. Hə, da bugün də vəfə qalacaq. Bugün vəfə sabah gələcəm. Sabah da İndi qal. gedəsən. Yox, fizioterapi elətdim, sonra anam həkim aparıb iynələrini vurduracam. Ayağına maz çəkim, yoxsuzam. Gedirəm ki, yemək verməyib. Allah hamd olsun. Mama. Ayağı ağrıyır da, babaş, ayağı pisdir. Yox, orada o 3 ev bir qalırsınız da. İndi qohumlarınız da 3 ev bir qalır. Onlar da desin ki, bir dənə nə olar o tuyuğa dən tüydü. Çətindir, sağlam bir... Əmin qızı işdə olur. İşdə olur o. Axşam gəlir. Əmmin arvadı da yaşlı arvadıdır. Gözü yaxşı görür. Yəni sən olmasan da o çılpalar ölər. Allah haqqı. Gedib də sabah gəlim, sabah da qalacam birisi gündə. Amma gedib evə dəyif qayıdacam da, gedib kinorda dəyif qayıdacam. Gedim şeyə baxmaya, Hind quşlarına. Baxdın, Qoy yem gətirsin, gedəndə yem gətirəndə ev baxım. təzə ördəklərim çıxıb yenə. Kim idi? Ördəklərini də gətirsin sizə qalsın. Yox, ördəyim yox deyir, satmışam. Onu yoxdamsın satıb, mən verəcəm. On neçə dənə verdim, yumurta verdim çıxır. Neçə dənə indi ördəyin? 11 dənə. 11 dənə ördəyim var. Bir 15'ini də verəcəm. Neçə oldu? 26 dənə. 26 dənə. Bu qışı 26 dənə öz evində yeyəsən bəsində. Yəni mənim neçə dənə? Bir 200 dənə ördəyim var. 200 dənə olar. Yox, 200 olmaz. Olar. Ha, olar 200 dənə mavi gəlir. 200 neçə dənə olar? 150. Hələ qırmızı ördəklərim də var. Onlar kəsim, qırmızıları saxlayacağam. Hə, bura bax. Bu qışı da olsa biz də yeyərik də. Gəlsən yemirdik ki, alır. İndi evdə də şeylərimdə kəsirəm, anam ətinlə dolma pişirir, kotlet pişirir. Makaron üstünə qovurma eləyir. Ha, hədiyyətən çox sağ ol. Çox sağ ol, hədiyyətən qalbimələ. Franklin çox sağ ol. Yox, evçi uzaq olur. Deyirəm Ayməftin evini sata bilsəydin. Bir nəfər var, bir satıram. Sənin evini heç kim almayacaq. Niyə almayacaqlar ki? Bir qapıdan 3 evdir. Heç kim el istəməz qonşu. Mən şəxsən mən də qalmaram elə. Bir həyətdə 3 dənə. Bir evin qabağındakı qarajı sökə. Oru çıxıb həyətə o biri şeyində o danışıq eləyəcək. Bu da elə olmur o şey. Şeylə, Bura gəl ortaya barı çəkər. Bura gəl körsən jackpot tutarsan. Buran çox gözəl yerdir. Deyək şey var, vəfa küçəsin başı. Oranı yalsın gör neçə sotdur orada. Xeylaxdır. Bir dənə balaca ev tikər. Sənin həyətin yoxdur, evin daxil bir dənə. 2 otaq, bir zal tikər. Apart ördəklərini yatdığınız pəncərənin yanında saxlayırsınız. İyi də götürür oranı. Onu göldə çox saxlamayacağım. O 40 dənə bəsimdir. Yerin yox. Yerin yox. Ağarım. Bu fani dünyada bir həyat evimiz düzəməli. İndi ona görə mənim deyir evimi istəmir. Öz evləri qaldığı ev var. Qaldığı ev bir anormal evdir. Bir fikirləş ki, yataq otağı 9'un 4'ü ikisi, 9'un 4'ə. Zalıdakı 5'in 3'ədir mi, neçədir mi zal? Anormal bir evdir. O yataq otağı ne uzun? Yataq otaqları uzun. Görmüşük ki, zal yek olar. Yataq otaqları biraz balaca olar. O kim pistir, ne güzel. Evləri anormal, həyətli 2 sot. Həyəti də yox, qabağı. Arvadı gəlirdi həmişə burada meyvə yığanda həsrətini aparırdı. Gözü zadı yıxdı məni. Toyuğumdan zadından verirdim aparırdı. Burunlarından gəlsin. Meyvələrimi yığıb apardı. Dubarıda da şeydi. Baxırdı ay babuş ne gözəl həyətim var. Ne gözəl evim var. Deyə. Vay. Bir abırçılıqdır. Eşitsin də lan, o mən danışa bilmirəm. Mən KPRS Universitetini oxumuşam, uşaqla KPRS Universitetini bitirmişəm. Neçə ildir poçt işləmişəm. Yəni yaxşı, bankda da işləyə bilərəm. Gedib testimi verir. Sən deyirsən qabağıma gel tüyək qoyuram. Sən altəsiz gel bankda işlədən ha?
İndi bilmirəm axı Bərdə də yenə işləyə bilərəm.